Udilər, qədim adı ilə desək Utilər. Azərbaycan ərazisində formalaşan və 2500 ilə yaxın yaşı olan bu tayfanın davamçıları Azərbaycanın Qəbələ rayonunun Nic kəndində yaşayırlar. Udilər Qafqaz Albaniyasının yaranmasında xüsusi rolu olan 26 tayfadan biridir. Bu etnosun əcdadları olan Utilər haqqında eramızdan əvvəl 5-ci əsrdə Yunan müəllifi Herodotun tarix əsərində, eramızdan əvvəl 1-ci əsrdə yaşamış Strabonun coğrafiya əsərində, Ptolemeyin eyni adlı kitabında, Qay Plini Sekunda, Azini Kvadrat və bir çox başqa qədim müəlliflərin yazılarına rast gəlmək olur. Fərqli dilləri, dinləri və mədəniyyətləri olan Azərbaycanlı və Udiləri bir arada saxlayan, hətta birləşdirən dəyərlər nədir? Yüzilliklərin belə dəyişdirə bilmədiyi və günü-gündən möhkəmlənən bu bağlılığın arxasında hansı sirlər dayanır? Bütün bu suallar bugün Qəbələ rayonunun Nic kəndində kompakt şəkildə yaşayan Udilər tərəfindən cavablandırılacaq. Tolerantlıq Azərbaycanda çox dərin kökü var. Çünki Azərbaycanda bu tolerantlıq kökü nə ilə ibarətdir? Biz Udilər bugün bariz nümunəyik. Əgər bir etnos, bir millət düzənlik bir şəraitdə öz dili saxlayıb, dini saxlayıb, ənənə saxlayıb, o deməkdir ki, o şərait bizim üçün olub ki, bugün Udilər bunu qalıblar. Kəndimiz bizim ocağımızdır. Gəlib, kəndə düşəndə bizim ürəyimiz açılır. Elə oluruq ki, elə bil dünya bizimdir. Bir xalqı yaxından tanımaq üçün əvvəlcə onun dilini bilmək lazımdır. Udi dilinin tarixi çox qədim zamanlara dayansa da, bu dilin Azərbaycanda tədrisi müasir dövrə, yəni Azərbaycanın dövlət müstəqilliyi qazandığı bir vaxtda təsadüf edir. 52 hərfdən ibarət olan Udi dilinin qədimliyini Nic kəndində olan tarixi qəbristanlıqdakı daş kitabələr isbat edir. Bu dili kənddə fəaliyyət göstərən Azərbaycanlı və Udi şagirdlərin birgə təhsil aldığı məktəbin müəllimləri tədris edir. Məni göndərdilər oxumağa, dil üzərində işləmək üçün Amerikaya. Amerikadan da qayıdıb mən öz ana dilini üzərində başladım işləməyə. Udi dilində Latin qrafikası ilə təzə əlifba hazırladıq. 1-ci sinif, 2-ci sinif, 3-cü və 4-cü sinif üçün də kitab indi çapa verilib. Udi dilinin tərkibində bəzi sözlər var ki, həmin ifadələr tarixi Azərbaycan torpaqlarında yaşamış digər türk soylu xalqların işlətdiyi qədim türk sözləridir. Dilimizdə çox maraqlı sözlər qalıb. Hansı sözlər ki, qədim türk sözləridir, qədim Azərbaycan sözləridir. Bariz nümunəsi canavar biz ul deyirik məsəl üçün. Ul qədim türk sözüdür. Çünki ul ümumiyyətlə ulu baba sözü, ulamaq sözü Azərbaycanda işlənirlər, amma onun sözü əvəz edirlər canavar. Elə sözlər çoxdur. O həmən elementlər ki, bugün qədim türk sözləridir məsəl üçün qalıb bizdə. Lap qədim dövrlərdə günəşə, aya sitayiş edən Udilər 4-cü əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bugünə kimi öz dinlərini qoruyub saxlamışlar. 7-8-ci əsrlərdə ərəblərin bu ərazilərə gəlməsi və İslam dinini yaymasına, Udilərin bu zaman müəyyən çətinliklərlə qarşılaşmasına baxmayaraq, onlar tapındıqları xristian dinindən dönmədilər. Daha sonraki dövrlərdə Udilər qəbul etdikləri dini dərindən öyrənməyə və dünya xristianlarının ortaq dini mərasimlərini qeyd etməyə başladılar. Həmin dini bayramlardan biri də hər il Nic kəndində keçirilən Pasxa mərasimidir. Nicdə yaşayan Udilər Pasxa bayramını xüsusi təntənə ilə qeyd edirlər. Böyükdən kiçiyə hər bir Udinin səbirsizliklə gözlədiyi Pasxa mərasimi dünya xristianları ilə eyni qaydada keçirilir və ənənəyə uyğun olaraq ardıcıllıq gözlənilir. Eyni ilə Nicdə yaşayan Arsinoviçlər ailəsi kimi.
560 праздники bay, Rengi, Aksibayı. Bugün bizim Pasxa bayramımızdır. Hər il olduğu kimi bu ildə evimizdə bayram süfrəsi açırıq. Soğan qabığı ilə Pasxa yumurtalarını qızardırıq. Həmin rəngli yumurtaları süfrəyə qoyuruq. Mənim nəvələrim Lüslan və Carmelita bu bayramı səbirsizliklə gözləyirlər. Onlar qırmızı yumurtalar toqquşdururlar, şeirlər söyləyirlər. Biz eyloğun hemağını mextun. Udi ailələrinin evlərində Pasxa mərasimi ilə bağlı hazırlıqlar başa çatdıqdan sonra ailənin bütün üzvləri bayram süfrəsində toplaşır. Burada böyüklər balacalara Pasxa bayramı ilə bağlı məlumatlar verir, kiçiklər Pasxanın atributu olan və soğan qabığı ilə qızardılan qırmızı yumurtaları döyüşdürürlər. Alison, колбасный скат парень упа, очередь там грязно. Банку упа доведенья. Okna hodin tumbala, nanay babay şumbala. Usum be eşleta ki, ma baka şumbala. Ay молодец, молодец. Qəşəng bala. Nicdəki hər bir ailə tək Arsenovislər də bir nəfər kimi vaxtı çatanda Pasxa mərasimi ilə bağlı dini ayinləri həyata keçirmək üçün kənddəki qədim Alban kilsəsinə, Jotari məbədinə üz tuturlar. 1723-cü ildə yerli sakinlərin vəsait hesabına inşa edilən Jotari kilsəsinin adı Nic qəsəbəsindəki eyni adlı məhəllədən götürülüb. Hər il Pasxa bayramını qeyd etmək üçün bu məbəddə toplanan udilərin mərasimlə bağlı həyata keçirdikləri adətlərdən biri də kilsəyə gələrkən evlərində hazırlanan bayram azuqələrinin bir qismini də özləri ilə gətirməsidir. Kilsənin həyətində mərasim iştirakçılar üçün açılan süfrəyə də məhz bu azuqələr qoyulur. Pasxa mərasimi ilə bağlı daha bir adət 40 gün oruc tutulmasıdır. Təbii ki, bunun da müəyyən qaydaları var. 5 yıl ədət ki, quruq yəni efsa. Pasxa bayramında 40 gün oruç tutulur. Həmin ərəfədə qan çıxmayan qidalar yeyirik. Makaron, verməşil kimi yeməkləri bitki yağında qızardırıq və bu qidalarla 40 gün boyunca orucumuzu açırıq. Şükür Allaha ki, bunu keçirəndən sonra kilsəyə gəlib Pasxanı qeyd edirik. Udilər bu gün Pasxa bayramını öz vaxtında və bütün adətləri ilə qeyd edirlər. Ancaq əvvəllər, yəni Sovet dövründə Nic sakinləri bu bayramla bağlı bəzi qadağalarla üzləşiblər. Bu səbəbdən Udilər Pasxanı gizli bayram kimi qeyd etməyə məcbur olublar. Sovet dövründə hökumət qadağı qoysa belə biz Pasxa bayramını keçirtmişik. Çalışırdıq ki, xalq öz bayramlarını itirməsin. Düzdür, başqa yollara əl atmışdıq. Həmin vaxtlarda keçirilən 1 may bayramının tərkibində Pasxanı qeyd etmişdik ki, hökumət bizi incitməsin. İndi Allaha şükür, Azərbaycan müstəqillik qazanandan, tolerant ölkə olandan sonra dövlət tərəfindən hər bir şərait yaradılır ki, biz öz bayramlarımızı necə istəyirik elə də qeyd edə bilək. Düzdür, hələ adət-ənənələrin hamısını icra edə bilməsək də, ümid edirik zamanla bunlar da qaydasına düşəcək. Sovet dövrünə aid müəyyən qadağalar Azərbaycanın müstəqillik qazanması ilə aradan qalxdı. Lakin həmin dövrdə Pasxa bayramının gizli keçirilməsi, daha dəqiq desək, 1 may beynəlxalq zəhmətkeşlər gününün tərkibinə qatılaraq qeyd edilməsi vərdişi hələ də davam etdirilir. Azərbaycanda 1920-ci ildən rəsmən keçirilməyə başlayan 1 may bayramı 1992-ci ildən rəsmi statusunu itirdi. Daha sonralar isə tamamilə sıradan çıxarıldı. Ancaq buna baxmayaraq, Udilər yaşadıkları Nic kəndində hər il 1 mayı bəzi qədim adətləri ilə sintez edərək bayram kimi keçirməkdə davam edirlər. Sovet dövründən Udilər 1 may bayramını həm də Pasxa kimi qeyd ediblər. İllər keçdikcə vərdişə çevrilən bu adət insanların canına oxub. Körpələr də gözünü açıb bunu belə görüb. Bu ənənəyə çevrilib və belə də gedəcək. Hər bir xalqın tarixi, keçmişi haqqında yazılı mənbələrlə yanaşı, folklora çevrilən mədəniyyət nümunələrindən də məlumat almaq mümkündür. Azərbaycanda yaşayan digər xalqlar kimi Udilərin də 20 ilə yaxın fəaliyyətdə olan folklor kollektivi var. Kollektiv hər il müxtəlif festivallarda uğurla çıxış edib mükafatlar qazanır. Udilər mədəniyyət sahəsindəki axırıncı mükafatlarını isə Azərbaycanın Şəki şəhərində digər azsaylı xalqların da iştirak etdiyi 6-cı Beynəlxalq İpək Yolu festivalında qazandılar. Azərbaycanın azsaylı xalqlarından biri, qədim Qafqaz Albaniyasının yadgarı olan Udilər bu gün də öz adət-ənənələrini, dini inanclarını, mədəniyyətini, ən vacibi dillərini qoruyub saxlayır və gələcək nəsillərə ötürürlər.
insanlar, Buloskos Çabiyoçalar, Nanay Vətən Azərbaycan və Xataki Elmur. Bu balaca qızların Udi dilində oxuduqları şeirdə də onların Udi, vətənlərinin isə Azərbaycan olduğu uşaq sevinci ilə qeyd olunur.